dostlar, bugün aprel ayının 4'üdür. Deməli, kim meyve ağacı əkməyibsə, keçibsə, dostlar, onlar üçün son şansdır. Niye son şans? Bundan belə meyve ağacı dipçəklərdə gəlməyəcək. Deməli dostlar, bu şaftalı ağaçlardır. Bunlar Türkiyədə gəlir. Belə dipçəklər içində böyüyən ağaçlarda kim sual verirlər ki, ən çox sual verir ki, bu vaxtda bu ağaçlar belə çiçəkli əkə bilərsiniz. Bəli, bax, dostlar, dipçəkdən bir dənə belə vursunuz da bir dənə belə çıxdı. Apardınız, əkdiniz sizin torpağa. Heç bir problem yoxdur. Hər biri dostlar, qarantiyalı ağaçlardır. Bax, bu şaftallardır. Sonra yaslı şaftalar, dostlar. Sonra həmən o salxım gilaslardır. İtalyan sortu, dostlar, salxım gilaslar. Baxın, maşallah, baba bunun gövdəsinin qalınına baxın. Süperdir, bax, əla. Yəni dostlar, tək gilas yoxdur. Ədiyimiz var, gilas var, əncil var. Yəni şaftalı var, bir sözlə. Gözəl ağaçlar, qarantiyalı, sertifikatlı. Tək ünvan, Bakı şəhərinin Bayır qəsəbəsi. Ağacların gül çıkanı. Gəlin aparın da.